Salam, hər vaxtınız xeyirli olsun. Psixoklinik və Oyun Məktəbinin təşkilatı dəstəyi ilə Psixoloqun Sualı var adlı podkastımıza xoş gəlmisiniz. Bugünkü mövzumuz yenə də valideynlər üçün çox önəmli və dəyərlidir. Bu gün biz sizinlə disleksiyadan danışacağıq. Hər kəsin bildiyi kimi yanvar ayının 1-dən etibarən Psixoklinikin bütün filiallarında disleksiya müdaxilə şöbəsi fəaliyyətinə başlayıb və burada psixoloqlarımız və pedaqoqlarımız əlbir olub 3D disleksiya müdaxilə proqramı ilə uşaqların korreksiyasını həyata keçirdir. Və bu günləri qonağım çox özəldir. Bu gün qonağım Cəmilə Səlimlidir. Cəmilə nəyə görə özəldir onu qeyd edib daha sonra keçək mövzumuza. Çünki Cəmilə psixoklinikdə disleksiya müdaxilə şöbəsinin rəhbəridir. Cəmilə xoş gəlmisən. Səni burada görmək mənim üçün çox xoşdur. Çünki mən ümumiyyətlə öz tələbələrimi, öz yetirmələrimi qonaq qismində görəndə çox sevinirəm. Amma istəyirəm səni hər kəs tanısın. Cəmilə Səlimli kimdir? Hansı universitet məzunudur? Əvvəlcə bundan başlayaq. İlk öncə dəvətiniz üçün təşəkkür edirəm Anara xanım. Mən Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə bakalavr təhsilimi almışam. Magistratura təhsilimi isə Azərbaycan Tibb Universitetində klinik tibbi psixologiya üzrə tamamlamışam. Hazırda isə psixoklinikin elmlər filialında uşaq psixoloqu olaraq fəaliyyət göstərirəm. Eyni zamanda disleksiya şöbəsinin rəhbərisiniz. Bəli, çox sevindim, çox gözəl. Cəmilə həqiqətən çox dəyərli mütəxəssisdir. Cəmilə, biz bugündən etibarən disleksiya müdaxilə şöbəsinin proqramı üzrə mütəmadi olaraq podkastımızda ən azı aylıq bir verilişini disleksiya maarifləndirmə verilişi kimi edəcəyik və bütün incəliklərinə qədər istəyirəm ki, disleksiya haqqında valideynlər məlumatlansınlar ki, yanlışı doğrudan ayıra bilsinlər. Buna görə də əslində burada diskussiya formasında olacaq. Mən istəyirəm valideynlər bildirim ki, bizim bu çəkilişimiz yəni sırf qarşılıqlı qonaq qismində deyil də biz gördüyümüz işləri diskussiya formasında valideynlərə çatdıraq ki, valideynlər də yenə də deyirəm geniş şəkildə maariflənsinlər. İstəyirəm həm sən, həm də mən eyni şəkildə qeyd edəcəm. Birinci növbədə nədir disleksiya? Valideynlərə bəlkə də bir çoxuna yad olan bu termin nədir? Altda yatan səbəbləri bu şəkildə başlayaq danışmağa. Disleksiya nədir? Disleksiya bir öyrənmə pozuntusudur, hansı ki, akademik bacarıqların öyrənilməsində və onların istifadə edilməsindəki çətinliklərlə müşahidə olunur. Bəs burada diaqnoz necə qoyulur? Disleksiyanın 6 dənə simptomatik əlaməti vardır. Bu əlamətlərdən sadəcə bir dənəsini belə görürüksə və müdaxilə etməyimizə baxmayaraq, biz müdaxilə edirik ki, uşağın yazısı, oxusu düzəlsin, amma heç bir şəkildə düzəlmir. Ən azı 6 ay müddətində davam edirsə, biz bu uşağa disleksiya diaqnozunu qoya bilirik. Sadəcə diqqət etməli olduğumuz məqamlar var. Bunlardan biri nədir? Uşağın 6 yaşı tamam olmalıdır və məktəb prosesinə başlamalıdır. Məktəbə başladı, 6 aylıq adaptasiya dönəmi keçdi. Bundan sonra dəyərləndirməni edirik. Bəs nəyə görə bu 6 aylıq adaptasiya önəmlidir? Məsələn, uşaq ola bilər ki, yazmanı, oxumağı bacarır, amma biz deyirik ki, yox, 6 aylıq adaptasiya keçsin sonra. Çünki uşaq məktəb prosesinə alışmadığı dönəmdə müəllimlə kontaktı yaxşı olmaya bilər, məktəb rejiminə öyrəşməyə bilər. Bu zaman yalançı disleksiya əlamətləri dediyimizi müşahidə edə bilərik. Disleksiya ilə bağlı da çox zamanlar valideyn disleksiya əlamətini müşahidə edir və gedir pedaqoqa müraciət edir korreksiyası ilə bağlı. Burada qeyd etmək istəyirəm ki, təkcə pedaqoq tərəfindən edilən müdaxilə ilə deyil də psixoloji dəstəyə də ehtiyac vardır. Nəyə görə? Biz burada sistemli şəkildə yanaşmalıyıq. Hazırda da bizim 3D korreksiya proqramımız vardır ki, strukturlaşdırılmış və sistemli şəkildə problemin həllinə yönəlirik. Bu uşaqların təkcə oxumağa, yazmağı öyrətməyə ehtiyacları yoxdur. Onlar həmçinin ilk öncə emosional dəstəyə ehtiyac duyurlar. Çünki valideynlər tərəfindən tənqidə məruz qalır, məktəbə gedir, tənqidə məruz qalır. Yenidən pedaqoq tuturuq, gəl sənə yazını, oxunu öyrədim və burada da təzədən eyni şey. Uşaq dəftəri, kitabı görəndə o narahatlığı yaşayır. Narahatlığı yaşadıqca bir yerdən sonra artıq onun təşvişin yaranmasına səbəb olur. Bu səbəbdən dolayı psixoloji dəstək burada önəmlidir. Sadəcə pedaqoq yanına gedəcək, bizim uşağımızda disleksiya əlamətləri aradan qalxacaq, belə bir şey yoxdur. İlk öncə psixoloqa müraciət edilməlidir və korreksiya planına da başlayanda uşağa emosional dəstək verməyi unutmamalıyıq. Bu çox önəmli məqamlardan biridir. Bəli. Ümumiyyətlə disleksiya haqqında düşünürəm ki, belə elmi olaraq həqiqətən ətraflı, qısa şəkildə də olsa ətraflı məlumat verdin. Çünki valideynlər üçün, xüsusən Azərbaycanlı analar üçün uşağın məktəbə getməsi, öyrənməsi çox önəmlidir. Çox təəssüflər olsun ki, disleksiyanın ilkin mərhələlərdə uşağın oxumaq istəməməsi ilə əlaqələndirirlər. Hətta digər yetişkinlər bəzən ananı günahlandırırlar ki, işte vaxtında üstünə döyüş, vaxtında
vaxtında yaxşı müəllim tut, vaxtında filan şeyləri elə ki, sənin uşağın işte oxusun, maraq göstərsin. Hətta ki məndə belə bir кейs də olub, valideyn gəlib və bildirib ki, bizi neyniyiblər, ağzımıza bir şillə vurublar, oxumuşuq, mən də bunu belə eləyəcəm, oxusun və çox önəmli bir məqam var, buradan giriş edim. Bəzən valideynlər deyir ki, məsələn qışqırıram, üstünə gedirəm, əlindən alıram nəyinisə, məcbur edirəm, 5 dəqiqədə yazır, gedir və yaxud da nəsə eləyir, gedir və valideyn fikirləşir ki, bu prosesləri uşaq bilərəkdən eləyir. Əslində qətiyyən belə deyil. Bu neyroinkişaf pozuntusudur. Neyroinkişaf pozuntusu doğuşdan gələn bir narahatdır. Sadəcə olaraq biz kitabı, dəftəri, yazını, qələmi 6 yaşdan sonra daha çox uşaqlarda görürük də. Bu əksiklikdə daha çox oradan, yəni gözümüzə batmağa başlayır ki, mənim uşağım oxumur, yazmır və digər proseslər. Digər proses dediyim zaman disleksiya əslində oxuma ilə bağlı olan çətinlikdir. Yəni elmi ədəbiyyatlarda bu diaqnozun adı xüsusi öyrənmə pozuntusudur. Digər əlamətdə, daha doğrusu xüsusi öyrənmə pozuntusunun digər növlərinin adlarını istəyirəm qeyd edəsən və ümumi qısa bir məlumat verəsən bu haqqda. Disleksiyanın növləri deyəndə burada disqrafiyadır, diskalkuliya kimi növləri var. Bir də disleksiyadır növlərindən biri. Disleksiya nədir? Uşağın oxuması ilə bağlı olan problemlərdir. Disqrafiya isə o yazma prosesi ilə bağlıdır. Uşaq yazını yazır, sətirlərə uyğun şəkildə yazmağı bacarmır. Hərflərin nisbətini yanlış götürür, birini böyük, birini balaca yazır və yaxud da cümlə başlayır, mən bu cümləni böyüklə yazmalıyım. Bunları nizamlaya bilmir. Diskalkuliya isə burada riyaziyyatla bağlıdır, riyazi bacarıqlardır, riyazi mühakimələrdir, bununla bağlıdır. Bu uşaqlar məsələn desək ki, 3-ün üstünə 5 gəlmək, başlayacaq əli ilə saymağa. Əli ilə saymaq normaldır, nə vaxta kimi? 7 yaşımıza kimi. Amma artıq 7 yaşı keçmişiksə, uşaq öz beynində bunu hesablamağı bacarmalıdır. Burada artıq onlar hesablamaqda çətinlik çəkirlər, riyazi anlayışlarda çətinlik çəkirlər. Böyük kiçik anlayışları onlar üçün tam oturmuş olmur. Bəs bu nəyə görə belədir? Məsələn, məsələ verir ki, 5 dənə quş var idi, ikisi getdi, neçəsi qaldı. Uşaq bunu hesablaya bilməyəcək. Niyə? Çünki oxuduğu mətnin anlamını tam olaraq dərk eləyə bilmir ki. Əslində burada araya girib belə bir şey demək istəyirəm valideynlərə. Yəqin çox valideynlər gedəndə disleksiya ilə də bağlı, disqrafiya ilə də bağlı, diskalkuliya ilə də bağlı çox vaxt diaqnoz olaraq disleksiya deyilir. Zaten belə bir göstərici var ki, disqrafiyası olan, yəni yazısında problem olan uşaqda da, riyazi diskalkuliyası olan uşaqda da disleksi görünür. Çünki onların oxuduğunu anlama, anladığını şərh etmə, şərh etdiyini icra etmə kimi proseslər çətin olduğuna görə onların yazısı da problemli olur. Məsələn, bəzən olur ki, disqrafiyası olan uşaq yazını qoyursunuz, eyni ilə onun kimi çox səliqəli köçürdə bilir. Və valideyn deyir ki, mən yazını qoydum, səliqəli köçürtdü, hər şey yaxşıdır. Eşitsel olaraq sən ona bir məlumat verirsən və işte nə bilim, bu günləri hava çox gözəl idi, biz getdik mağazaya, dondurma aldıq, gəldik. İndi bunu yaz deyəndə artıq onun problemi olduğuna görə və yaxud da ki, işte o yazını qoyursan qabağına, o onu oxuyub tam olaraq dərk etmədiyinə görə bu zaman onun disqrafiyasında da bir fərqlilik, ağırlaşma, problem kimi görünə bilər. Zaten ümumi disleksiya deyilməyinin əziz valideynlər səbəbi də daha çox bundan ibarətdir ki, disleksiya hər digər növlərində də görünə bilir, eyni şəkildə riyaziyyatda da. Çünki fikir verirsiniz, bəzən olur ki, diskalkuliyası olan uşaqlar misalları yaxşı yaza bilir. İşte 5 üstə gəl 5, 3 üstə gəl 3. Amma məsələ gələndə dediyiniz kimi ağacda 5 quş var idi, ikisi getdi, onları aciz qalır. Halbuki valideyn deyir ki, axı sən riyaziyyatı hesaplamanı, toplama, çıxmanı burada edə bilirsən. Bəli. Bu səbəbdən də bunları disleksiya deyilməsinin, yəni disleksiya kimi adlandırılmasının əslində altında yatan səbəb bundan ibarətdir. Cəmilə xanım, valideynlər bildi. Elə bizim danışığımızın bir neçə dəqiqəsində başa düşdülər ki, aha, uşağın məktəbə gedir. 6 ay keçib, 7 ay keçib. Əslində bu 6-7 ay nəyə görə deyirik? Ümumiyyətlə uşaqlar belə deyək də, sentyabrda bizə uşaq gələndə disleksiya ilə bağlı ki, uşaq yazmır, oxumur, işte bu əlamətləri sayır və biz valideyni bildiririk ki, əgər məktəbə qədər dönəmdə məktəbə qədər hazırlıq keçməyibsə və yaxud da keçibsə, bu problemləri orada görməyibsə, çünki valideyn gəlir deyir ki, anar xanım, axı bu uşaq məktəbə qədər hazırlıqda səliqəli yazıb, oxumağa çalışıb, oxuduğunu anlayıb, amma indi məktəbə gedir, vəziyyət tam disleksiyalı kimidir. Biz onda belə pasientləri gözləyirik, gözlədirik. Bildiririk ki, bir müddət gözləyin, çünki adaptasiya prosesi uşağın öyrənməyinə təsir edə bilər. Amma uşaq gedir məktəbə və valideyn ortaq bu şikayətlərlə gəlir. Burada bənzər
başqa bir diaqnoz da ola bilər. Klassik pedaqoji baxımsızlıq və yaxud da ki, oxu yazıda çətinlik dediyimiz, yəni bu disleksiya sayılmır. Sadəcə oxu yazıdakı çətinlik. Yəni yeni qabağına dəftər, kitab, qələm qoyulan uşaq başlayır bunları çətin öyrənməyə. Bu haqda danışaq ki, oxu yazı çətinliyinin disleksiyadan fərqi nədən ibarətdir? Aha. İlk öncə bayaq da siz qeyd elədiyiniz kimi disleksiya bir neyroinkişaf pozuntusudur və uşaq doğuşdan bu şəkildə doğulur, gəlir, bir ömür boyu da bunu daşıyır. Amma oxu yazı çətinliyi belə deyil, xarici mühit faktorlarından qaynaqlanır və tədris prosesindən qaynaqlanır. Bundan əlavə baxsaq, disleksiya sadəcə uşağın məktəbdə yaşadığı çətinliklə məhdudlaşmır. Amma oxu yazı çətinliyi sadəcə məktəb prosesinə yönəlikdir. Oradakı oxu yazıdakı çətinlik isə sadəcə məktəb prosesinə yönəlikdir. Oradakı çətinliklərlə xarakterizə olunur. Bəs bu disleksiya gündəlik həyata necə təsir göstərir desə, disleksiyalı uşaqlar gündəlik həyatda məsələn özlərini axıcı şəkildə ifadə edə bilmirlər. Söz tapmaqda çətinlik çəkirlər. Sonra onların planlama qabiliyyəti, ardıcıllığın qurulması bu kimi bacarıqlarında zəiflik olur. Bundan əlavə vaxtın idarə edilməsində çətinlik yaşayırlar. Amma adi oxu yazı çətinliyi varsa, belə bir çətinliklər onlarda müşahidə edilmir. Bayaq da qeyd elədiyim kimi, sadəcə məktəb prosesi ilə bağlı çətinlikdir. Bundan başqa disleksiyada fonoloji emalın çətinliyi var ki, bu da nədir? Məsələn, uşağın səsləri fərqləndirməkdə çətinlikdir. Məsələn, balıq sözü deyirik və orada uşaqdan istəyirik ki, burada hansı səslər var? Uşaq həmin səsləri müəyyən etməkdə çətinlik yaşayır. Amma adi oxu yazı çətinliyinə baxsaq, onlar əslində səsi tanıyır, fərqləndirə bilir. Sadəcə oxu və yazı ilə bağlı yetəri qədər təcrübəyə sahib olmadıqları üçün çətinliklər yaşayırlar. Əslində Cəmilə xanım, biz bunu bizim yadınızdadırsa bir neçə ay öncə çox gözəl bir beynəlxalq təlimimiz olmuşdu. Amerikalı professor Liney Ehri bizə oxu xəritələməsi ilə bağlı, orfoqrafik məppinglə bağlı məlumatlar verəndə biz konsilium elədik ümumi danışığımızda. Bizdə uşaqların bu probleminin çoxalmasının altında yatan səbəblərindən biri də əslində bizim əlifbamız, yəni səslərimiz asandır. Bir səs, bir hərf, yəni eşidirik o şəkildə də. Məsələn, o da bildirdi ki, əslində sizdə bu cür problemlər az görünməlidir. Çünki necə eşidirsə elə də yazırıq. Hər hansı bir səs birləşməsi, belə bir deyiş yoxdur. Problemin ən böyük səbəblərindən biri, yəni ehtimallardan biri bizim uşaqların sürətli şəkildə hərfi əzbərləməsi və öyrənməsi ilə bağlı ola bilər. Bu arada bu kimi proseslər həm oxu yazı çətinliyi yaradır, həm də disleksiyası var olan uşağın disleksiyasını belə deyək, tetikləyir və daha çox qaldırır. İndi biz psixoloji faktorları sayacağıq. Mən də əlavə etmək istəyirəm ki, ümumiyyətlə oxu yazı çətinliyi mühitlə, şəraitlə, öyrənməklə çox əlaqəlidir. Oxu yazı prosesi təməl idrak proseslərinin davamı kimi gəlir. Yəni sən əgər uşağına erkən yaş dövründə məntiq, təfəkkür, təxəyyül, akademik öyrənmə, planlama, mücərrəd düşünmə bu anlayışları tam yaxşı öyrədə bilmisənsə, uşağın çox rahatlıqla oxu yazı prosesini həll eləyəcək. Yox, əgər bunlar üzərində işləməmisinsə, əlbəttə ki, oxu yazı çətinliyi yaşayacaq. Bir də təməl fərqi valideynlər soruşsa ki, mən hardan bilim ki, uşağımın disleksiyası var, yoxsa sadəcə oxu yazı prosesidir. Bəsit bir hərfi öyrədəndə belə, bəsit bir anlayışı öyrədəndə belə, oxu yazı çətinliyi olan uşağa valideyn, müəllim, qonşu bir metod tapıb onu öyrədəndə, o rahatlıqla onu öyrənib və davamlılığını təmin edirsə, bu oxu yazı çətinliyidir. Amma düşüb qalxmaq, unutmaq, yenidən qayıtmaq, bu ən böyük simptomlardandır ki, siz biləsiniz ki, bu sadəcə bir oxu yazı prosesi deyil. Və yaxud da ki, mən uşağıma atası deyəndə gedib oxuyur, mən deyəndə oxumur. Nənəsi onu öyrədəndə başa düşür, anlayır, müəllimi öyrədəndə anlamırsa, burada da disleksiyadan ikinci plana qoymaq lazımdır. Çünki disleksiya müdaxilə edən şəxs seçmir. Yəni nənəsi yaxşı öyrədir, onun yanında yaxşı öyrənir və yaxud da mənim yanımda pis öyrənir. Burada məsələn müəllim seçimi olur. Valideyn durmadan müəllim axtarır ki, mənim uşağımı öyrədə bilsin, dilini tapa bilsin. Bəzən də tapır, necə tapır? Çox vaxt bəzi müəllimlər biraz oyun təməlli, uşağın o duyğularını qarşılayaraq öyrədir deyə uşaq mənimsəməyə çalışır. Niyə görə bura gəldim, çıxdım? Disleksiyalı uşaqların, əziz valideynlər, disleksiyasını qabardan tetikləyən, daha da ağırlaşdıran bir çox vəziyyət var. Bunlardan biri onlar çox təşvişli olurlar, həyəcan təşvişli olurlar. İkincisi onlarda müşahidə olunan diqqət əksikliyidir, motor pozuntulardır ki, bunlar onun disleksiyasını tetikləyir. Zaten biz də öz 3D təlimimizdə daha çox diqqət əksikliyini,
motor bacarıqları və emosiyalar üzərində işləyirik ki, bununla belə deyək, prosesi qabağa çəkək. Cəmilə xanım, proses necə başlamalıdır sizcə? Disleksiyalı uşaqlarla ilkin tanışdığımızdan sonra belə deyək də, proses necə getməlidir? Hardan başlamalıyıq ki, onlar adaptasiya dönəmi, yəni kitabı, dəftəri, qələmi sevmə dönəmi yaxşı başlasın? Burada biz birinci növbədə uşaq gəlir, otağa girdi, biz gətirib kitabı, dəftəri, qələmi qoymuruq ki, gəl sənə yazmağı, oxumağı öyrənək. Nəyə görə? Zaten bu uşaq dediyim kimi müəllim tərəfindən, valideyn tərəfindən tənqidə məruz qalır və kitabı açır amma oxuya bilmir. Bəli. Zaten onun bir narahatlığı var. Gətirdik, qoyduq, təzədən bir də qorxularını üzləşdiririk ki, gəl sən oxu. Bu uşaq bunu bacarmır. Biz ilk başda oyun prosesi əsasında korreksiyanı davam elətdiririk. Nəyə görə? Çünki biz disleksiyada diqqət yetirsək, komorbid pozuntulardan birinci təşviş gəlir. Bəli. Bu uşaqlarda narahatlıq var, gərginlik var. Nə qədər də çox baskı eləsək, bir o qədər artacaq və bu isə təşviş pozuntusunun yaranmasına səbəb olacaq. Bundan sonra isə təşviş pozuntusu yarandı. Bu uşaq oxuya bilmir, yaza bilmir. Valideyn deyir ki, get oxu, get yaz. Artıq başlayır davranış pozuntusuna səbəb olmağa. Niyə? Çünki oradan bir çıxış yolu tapmalıdır axı. Başlayır məktəbə getməməyə, dəftəri, kitabı cırmağa, atmağa. Bu səbəbdən dolayı biz uşaq gələn kimi gəl oxuyaq, yazaq demirik. Bu çox üzr istəyirəm, araya da girəm. Bu simptomlardan ən belə hal-hazırda mənim daha çox eşitdiyim nədir? Deməli valideyn gəlir, bildirir ki, uşağıma söz deyirəm, məni eşitmir, bir işlə məşğul olur. Mən söz deyirəm, çağırıram, məni diqqətə almır. Bəli, bu diqqət əksikliyin simptomu da ola bilər, amma valideyn deyir ki, məsəl üçün məktəbə gedənə qədər belə deyildi. Yəni çağırırdım, cavab verirdi, hazır cavab idi, müzakirə eləyirdik. Əziz valideynlər, disleksiyanın təşvişlə komorbid göründüyü simptomlarından biri də uşağınız sanki sizi eşitmir. Nəyə görə? Üzərinə getdikcə təşvişi qalxır. İki cür uşaqlar var da, çölə aqressiyasını vuran və içəri aqressiyasını vuran. Bəli, çölə aqressiyasını atan uşaqlar daha çox aqressiv olur, kitab dəftəri atır, dağıdır, tökür. Yəni siz bilirsiniz ki, onu masada otuzdurmaq mümkün deyil. Bir də xüsusən qızlarda olur bu, daxilə yönəlmiş. Yəni bir işlə məşğul olur, söz deyirsən, get onu elə, get bunu elə, səni sanki eşitməzlikdən gəlir. Bu əslində uşaqların özünü müdafiə mexanizmidir. Təşviş qalxdığına görə özlərini necəsə o təşvişi bastırmalıdırlar və onlardan biri də bu yollardan, yəni o yollardan biri də valideyni dinləməməkdir. Amma siz daha çox dışa çölə atan uşaqlarla qarşılaşırsınız. Başqa hansı göstəriciləri olur bu uşaqların? Məsələn, kitabları cırır, məsələn, əşyalarına qarşı səliqəsiz olur, əşyalarını unudur, klassik diqqət əksikliyi əlamətləri yaşayır. Yəni istəyirəm siz danışasınız daha çox disleksiyanın yaratdığı davranış problemləri. Çünki valideynlər bunu başqa bir fəaliyyətlə də əlaqələndirir. Valideyn gəlir, yəni şikayətlə gəlir ki, uşağımda davranış problemi var. Müəllim dedi və yaxud da kimsə dedi ki, gedin psixoloqa, davranış problemi var və biz analiz edirik ki, bu proses başlayıb məktəb başlayan